Ladies and gentlemen, Oxford Entrance Exam Questions Day 3 deyir ki, desam deyir, bunun deyir qiyməti nədir deyir. Biz bunun bugün qiymətini tapacağıq. Çox bəsit sualdır, tez işləyib keçək. Bax, bu 1 nəyin kvadratıdır, elə 1-in kvadratıdır. Getirdim, buradan yazdım 1-in kvadratı, 4 nəyin kvadratıdır, 2-nin kvadratıdır, çıxılsın 2-nin kvadratı. 9 nəyin kvadratıdır, 3-ün kvadratı, üstəyə 3-ün kvadratı, çıxılsın 4-ün kvadratı. Belə gedir, cüt rəqəmlər çıxılır, tək rəqəmlər toplanır. 99-un kvadratı çıxılsın 100-ün kvadratı. Belə, sonra nə edirik? Burada müxtəsər vurma edirik. Bütün bu 2-2 götürdüklərimizə müxtəsər vurma edirik. 1 çıxılsın 2, 1 üstə gəl 2, üstə gəl 3 çıxılsın 4, 3 üstə gəl 4, üstə gəl. Məsəl üçün 5 ilə 6 gəlsə, 5 çıxılsın 6, 5 üstə gəl 6. Belə gedir. Bu mənfi olan tərəflərin hamısı mənfi 1 verir bizə. Çıxma olan tərəflərin hamısı mənfi 1 verir. Çünki 1 vahid kiçiyindən böyüyünü çıxırıq. Mənfi 1-i onda mötərizənin xaricinə çıxarsam nə qalar? Mənfi 1 çıxartdım mötərizənin xaricinə. İçəridə qalır 1 üstə gəl 2. 2. Üstə gəl 3, üstə gəl 4. Üstə gəl 4, 5, üstə gəl 6. Belə gedir. Ta ki bu hara kimi gedir? 99 üstə gəl 100-ə qədər gedir. 100, bizim də bu 1-dən 100-ə qədər ədədlər toplamaq üçün nə edirik? Silsilədən istifadə edirik. Əslində bu hazır düstur da var idi. Tək atanlar üçün hal-hazırda yadımda deyil. Silsilə ilə yazacağım. Deməli, silsilə üçün SN düsturu bərabər idi A1 üstə gəl AN bölünsün 2 vurulsun N şəklində idi. Onda bizim burada S100 bərabərdir 1 üstə gəl 100 böl 2 vur 100 olacaq. Bu ifadənin cavabı buradan 50 qalsa 101 də 50-yə vuranda 5050 verir. Bu mötərizənin içərisi 5050-dirsə mənfi 1 vurulsun 5050 cavabımız mənfi 5050. Belə, bu da gün 3 variantı da qeyd edək. Orada elə qeyd eləmişəm. Birinci. Sağ olun, salamat qalın. Oxford'a hazırlaşmaq üçün mənə müraciət edin. Gözlərim axırı yuxusuzluqdan.